Bu videonu valideynlər daha diqqətli izləməlidir. Bu səfər yolumuz Şəkiyədir, amma gəzmək üçün yox, müayinə üçün gedirik və uzun müddətdir ki, adını eşitdiyim Orkes Ortopedik Mərkəzinə gəldik. Yoldaşımda həm skalyoz, həm də ki, ayaqlarında içə basma problemi olduğuna görə müayinə olunmaq üçün üz tutduq Orkes Ortopedik Mərkəzinin Şəki filialına. Öncəliklə bizə ətraflı şəkildə məlumat ötürdülər və anladıq ki, bizim sadəcə ayaqlarda içə basma olaraq qeyd etdiyimiz bir problem vaxtında müdaxilə olunmasa, gələcəkdə nə qədər böyük bir fəsadlar əmələ gətirə bilər. Və bu mərkəzdə özəl ayaq analizi cihazı var. Hansı ki, bu cihaz sayəsində ayaq altı deformasiyaları, problemləri, yastı pəncə, içə basma kimi problemləri görmək mümkündür. Və ən əsas məsələ valideynlərə səslənirəm ki, əgər övladınızın ayağında belə bir problem varsa və yaxud da ki, olmasına dair bir şübhəniz varsa, vaxtında müdaxilə edəsiniz. Biz öncəliklə kənardan müayinənin keçmə prosesini müşahidə etdik. Ardınca isə yoldaşım yoxlandı. Onun da ayaqlarında genetik olaraq içə basma problemi var idi. Yoxlanışın nəticəsində isə nəyi müşahidə etmiş olduq? Sizin ayağınızda mən ətraflı məlumat verim ki, ayağınızda balans pozğunluğu var və sağ topuqdan içəri doğru burada əyrilikdə göstərir və problem də göstərir hər iki ayaqda da. Yəni pəncə hissələrinizdə də balans pozğunluğu var. Supinator istifadə etməyiniz həqiqətən də məsləhətdir sizin üçün. Müayinədən sonra biz həm də skalyozla bağlı olaraq korsetlərlə bağlı da məlumat aldıq. Təbii ki, xidmətlər bununla da bitmir. Skalyoz, kifoz, sinə batıqlığı, sinə çıxıqlığı, uşaqlarda duruş pozğunluğu və eyni zamanda bayaq da qeyd etdiyim kimi ayaqlarda içə basma, yastı pəncə və s. kimi problemlərdən müalicə oluna bilərsiniz. Yoldaşımı müayinədən keçirdikdən sonra onun üçün də xüsusi olaraq spinator sifariş verdik. Bu arada Bakıda da Orkes Ortopedik Mərkəzi var. Burası isə Şəki filialıdır və ən əsas məsələ isə ayın 27-si burada qəbul günüdür. Bakıdan xüsusi mütəxəssislər gələcək və sizlərə də bu fürsəti dəyərləndirib övladınıza belə bir problem varsa, vaxtında üzərinə düşməyinizi tövsiyə edirəm. Sağlamlığınızın qeydinə qalmağı unutmayın.